Bugün biz Arabaçı TV olaraq Namran qəsəbəsi Mirvari İstirahət Mərkəzində əlilliyi olan gənclər üçün təşkil olunan düşərgəyə dəvətlidir. İlkin olaraq Mirvari İstirahət Mərkəzi haqqında sizlərə məlumat vermək istəyirəm. Mirvari İstirahət Mərkəzi bir tərəfi dəniz, digər tərəfi isə meşə ilə əhatə olunan gözəl bir güşədə yerləşir. Bu istirahət mərkəzində 64 nəfərin rahat istirahət etməsi üçün bütün şərait yaradılmışdır. İyul ayının 16-sından 21-nədək Müşfiq Əlil Uşaqlara Yardım İctimai Birliyinin təşkilatçılığı və Xoms Xeyriyyə Təşkilatının maddi dəstəyi ilə əlilliyi olan gənclər üçün yay düşərgəsi təşkil olunmuşdur. Düşərgənin məqsədi əlilliyi olan gənclərin xoş istirahət etməsi və onlar arasında yeni dostluq münasibətlərinin yaranması idi. Burada həmçinin əlilliyi olan gənclər arasında problemlərin həlli yönündə fikir mübadiləsi də geniş yer almışdır. Bu günədək istirahət mərkəzi əlilliyi olan insanlar üçün müəyyən dərəcədə müəssər olsa da, əlil arabasında olan şəxslər üçün heç bir müəssərlik yox idi. Dan Beynəlmiləlçilər İctimai Birliyinin könüllülərdən ibarət gəncləri və istirahət mərkəzinin rəhbərliyi Arabaçı TV olaraq bizim gəlişimiz barədə xəbər tutduqda, bizim qalacağımız 2 otağın girişinə əlil arabalarının rahat hərəkət etməsi üçün panduslar düzəltmişlər. İstirahət mərkəzinin icraçı direktoru Müşfiq bəy bildirir ki, dövlət tərəfindən əlilliyi olan gənclərin bu istirahət mərkəzinə davamlı olaraq göndəriləcəyi təqdirdə digər gərəkli bütün müəssərliyin yaradılmasına hazırdırlar. Əvvəla sizin hamınızı mən salamlayıram. Bu Azərbaycanın unikal harmoniya təşkil elədiyi bir gözəl məkanda Xaçmaz rayonunun Namran qəsəbəsində Mirvari İstirahət Mərkəzində hamınıza xoş gəldiniz deyirəm. Eyni zamanda mən öz minnətdarlığımı bildirmək istəyirəm sizin bu istirahəti təşkil edən insanlara, xüsusən Müşfiq əlilliyi olan uşaqlara, Yardım İctimai Birliyinin sədri Validə xanıma, Dan Beynəlmillər Gənclər İctimai Birliyinin sədri Gülarə xanıma, Xoms Xeyriyyəçi Cəmiyyətinə, rəhbərliyinə, bizim bu istirahət mərkəzinin bu yerləşmə coğrafiyası çox unikal bir yerdə yerləşibdir. Bir tərəfə dənizə mənzərədir, arxada meşədir. Bizim üçün əsas prioritet məsələ müştərilərin, bu düşərgədə dincələn insanların hər bir şəraitinin təmin olunması, yemək içməyinə xüsusi diqqət ayırırıq. Yəni bizim bu düşərgədə yerləşən kotejlərdə, korpuslarda biz müəyyən kotejlərdə əlil insanların otağa daxil olması üçün şərait yaratdıq. İnşallah perspektivimizdə var ki, başqa şəraitləri də yaradaq onlar üçün yatacaqdan tutmuş hər bir şəraitdir. Deməli, gündə 3 dəfə yeməkdir, qalmaqdır, səhər yeməkdir, menülarımız çox zəngindir, günorta nahar yeməkdir, bir də şam yeməyidir. Yəni, həm duru yeməklərə, həm quru yeməklərə müştərilərin, istirahət edən insanların zövqünə uyğun olaraq menüyü onun əsasında tərtib edilib, müştərilərin xidmətinə, istifadəsinə veririk. Bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər il əlilliyi olan insanları Lənkərana, Xaçmaza, Nabrana, vətənimizin gözəl güşələrinə istirahətə göndərirlər, amma həmin o istirahət planında əlil arabasında olan insanları aparmırlar. O məkanlara əlil arabası uyğundur. Və biz burada olduğumuz vaxt gördük ki, bura əlil arabasına uyğundur və daha da gözəl uyğun eləmək olar. Bu işlə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə
hansısa bir iş birliyiniz var mı? Nabranda ilk dəfə bu əlil insanlar üçün o kotejlərdə əlil insanların istifadə etməyi üçün şərait yaratdıq. Əmək və Sosial Müdafiəsi Nazirliyinin iş birliyimiz yoxdur. İnşallah gələcəkdə planda var, fikirdə var. Biz Arabaçı TV olaraq çalışarıq, vasitəçi olaq və o nazirliyin bəzi nümayəndələrinin fikrini bura cəlb eləyək ki, bura gəlib baxış keçirsinlər. Məncə, əlil arabasında olan insanlar üçün daha gözəl, daha uyğun mərkəzlərin birinə çevrilə bilər bura. Siz nə demək istəyirsiniz bu haqda? Əlbəttə, sizin bu fikirlərinizi alqışlayırıq və sizə dəstək oluruq. İnşallah nə üzərimizə düşür, onu da eləyərik. Əməkdaşlığa da hazırıq. Düşərgədə əlilliyi olan gənclərin asudə vaxtlarını maraqlı və faydalı keçirilmələri üçün müxtəlif oyunlar və məşğuliyyətlər təşkil olunmuşdur. Məsələn, art terapiya, yəni çay daşları üzərində rəsmlərin çəkilməsi. Uşaq inkişaf terapevti Ülviyə xanım bu terapiya növü barədə geniş məlumat vermişdir. Nabranda uşaqlarla dincəlirik və burada uşaqlar gəzirlər, dincəlirlər, dənizdə çimirlər. Eyni zamanda vaxtlarını boş keçirtmirlər. Məsələn, art terapiya ilə biz məşğul oluruq. Art terapiyanın növlərindən biri də rəsmdir. Uşaqlar çox xoşlayır. Daşlar üzərində özləri gedib dəniz qırağından daşları yığırlar və indi şəkil çəkirlər. Öz istədiklərini, arzularını, yəni öz fikirlərini əks etdirirlər rəsmlərlə o daşlarda. Art terapiya nə üçün faydalıdır? Burada iflic olan uşaqlara çox xeyirlidir. Kiçik motorikanın inkişafı burada gedir. Yəni rəsm çəkirlər, baxın görün, rənglərlə işləyirlər. Eyni zamanda dünya görüşü zənginləşir. Rənglər haqqında anlayış olur bu uşaqlarda. Və eyni zamanda bunlar birgə burada işləyirlər, ünsiyyətə gelir. Bu çox vacibdir. Bundan əlavə, gənclər arasında müxtəlif masa üstü və digər idman oyunları keçirilmişdir. Gənclər üçün Nabran qəsəbəsində Mirvari İstirahət Mərkəzi yaxınlığında yerləşən dənizkənarı gəzinti də təşkil olunmuşdur. Gəzinti zamanı gənclər dənizin gözəlliyini seyr etməklə yanaşı, Arabaçı TV-nin və Homs Xeyriyyə Təşkilatının logosunu kum üzərində təsvir etmişlər. Mən Vailə xanımın təşkilatçılığı ilə buradayım hal-hazırda, yəni təşkil olunmuş düşərgədə iştirak edirəm və ayın 16-sından artıq buradayıq və inşallah ki, ayın 21-i səhərə kimi burada olmalıyıq. Buradakı şərait barəsində söyləyə bilərəm ki, digər istirahət mərkəzlərinə nisbətən müqayisədə burada daha əlilliyi olan insanlar üçün əlverişlidir, yəni şərait var və mən əminəm ki, burada tələbat olsa, əlilliyi olan insanların sayı artsa burada istirahət etmək üçün və burada onlara uyğun şərait daha da yüksək səviyyədə təşkil olunar, yəni mən belə düşünürəm. Və buradakı ab-hava çox gözəldir, yəni istirahət etmək üçün bütün şərait var və belə deyək, şəhərin səs-küyündən və səs-küylü gündəlik həyat tərzindən dincəlmək, əsəblərimizi sakitləşdirmək üçün çox gözəl şərait qurulub burada. Mən Hüseynli Xəyaləm, Şarkomariya xəstəliyindən əziyyət çəkirəm. Bura 4-cü dəfədir Validə xanımla gəlirəm. Kollecdə oxuyuram, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində.
Burada sərbəst istirahət eləyirəm. Yeriməyimdə çətinlik yoxdur. Belə də kömək var. Sonda Arabacı TV-ni düşərgəyə dəvət etmiş Müşfiq Əlil Uşaqlara Yardım İctimai Birliyinin rəhbəri Validə Abbasova düşərgə barədə məlumat vermişdir. Mənə çox xoşdur ki, Nabranda bir daha Mirvari istirahət mərkəzindəyik. Biz 4 ildir bu Mirvari istirahət mərkəzinə gəlirik və bu istirahət mərkəzinin icraçı direktorunu çox təşəkkür edirəm Müşfiq müəllimə. Əlbəttə ki, gördüyünüz kimi istirahət düşərgəsi çox da əlilliyi olan insanlar üçün müəssərli deyil. Lakin gəlin belə deyək ki, belə bir düşərgələr heç Azərbaycanda bu saat müəssərlik yoxdur. Və biz bu illəri, biz 4 il ərzində həmişə əlilliyi olan uşaqları gətirsək də, gəncləri gətirsək də, əlil arabasında oturan insanları gətirməmişik. Çünki mən bilirdim ki, burada müəssərlik yoxdur. Amma bu illəri biz yenə də həmişəki kimi Müşfiq Birliyi hər yerdə ilk dəfə addım atdığına görə bu ildə belə bir addım atdıq ki, məhz Arabacı TV bizim qonağımız olduğu üçün Dan təşkilatının könüllüləri biz gələnə qədər bizə sürpriz hazırladılar. Və bu sürpriz də göz qabağındadır ki, siz Arabacı TV öz istirahət zonasında olan evlərə müəssərlik var deyən rahat dincələ də bilirsiniz. Arzuladığım nədir? Arzularım çoxdur, amma məhz buraya üçün arzuladığım ondan ibarətdir ki, bilirsiniz ki, Nabranda bir çox istirahət yerləri var, amma belə deyək də çox komfortlu deyək. Yəni orada baseynlər var, çox səsli, küylü. Çünki insanlar dincəlməyə gəlirlər, amma biz dincəlməyə də gəlsək, biz istərdik biraz səs-küyüdür. Onsuz da Bakı o qədər səs-küylüdür ki, biz istərdik ki, səs-küy olmayan bir yerdə və belə bir yer sadəcə Mirvaridədir. Öndə dənizdir, arxada meşə. Və ən çox da mən sizə deyim ki, burada işləyən insanların səmimiliyi, insanların belə əlilliyi olan insanları qəbul etməyi bizə çox önəmlidir. Və mən inanıram ki, biz istərdik ki və inanıram ki, bu zonanı, bu Mirvari istirahət mərkəzindən belə bir şey olsun ki, ildə may ayından, heç olmasa oktyabrın 1-ci həftəsinə kimi tək biz yox. Bir çox əlilliyi olan insanlar burada dincəlsinlər. Söhbət müalicədən gedir. Müalicə ayrı yerlərdir, amma dincəlmə elə özü də bir müalicədir. Bu 4 il ərzində həmişəki kimi bu ildə bizə Homs xeyriyyəçi təşkilatı var ki, bu da səfirlərin xanımlarının bir qrupudur ki, 4 il ərzində bizə belə deyim, sponsorluq edib bu uşaqları bizə bura göndərilə istirahətə. Və mən təşəkkür edirəm ki, o Homs qrupu yenə də bu il bizi Nabrana göndəriblər. Əlbəttə ki, mən yenə də vurğulayıram ki, məhz Mirvari istirahət zonası məhz bizə uyğundur. Həm yol ağzıdır, həm də yenə də çox gözəl şərait var ki, burada pantuslar tikilsin. Çox gözəl şərait var ki, idmanla məşğul ola bilək. Və mənə elə ki, Sosial Müdafiə Nazirliyi tərəfindən layihə şəklində yox, məhz bunu götürsələr, əgər müqavilə şəklində, məhz Mirvari istirahət zonasının belə deyək, tam böyüyü ilə, direktorla müqavilələr bağlasa, təsəvvür edin ki, hər 10 gündən bir 64 əlilliyi olan insan gəlib burada istirahət edə bilər. Və mən də inanıram ki, bu müqavilə bağlanandan sonra icraçı direktorla bərabər direktorun özü də biz üçün bu şəraiti yaratmalıdır. Çünki təsəvvür edin ki, 5 ay nə qədər insan burada dincələcək. Belə deyək ki, əlilliyi olan insanlar var ki, müalicə olunmur. Məyər onlar istirahət etməməlidirmi? Müalicəsi yoxdur bu insanın. Məyər onların ixtiyarı yoxdurmu, hüququ yoxdurmu istirahət eləsin haradasa? Öz gözəl nabramımızı qoyub xaricə getmək heç də lazım deyil. Əlilliyi olan insanlar ailəvi gəlib burada istirahət edə bilərlər və iş yerləri açılacaq. Gəlin belə danışaq ki, bu saat Müşfiq müəllimlə əgər 4, 5, 6 işçisi varsa, aylarla 5 ay müddətində nə qədər iş yerləri açılacaq. Çünki 64 nəfərə qulluq eləmək üçün iş yerləri. Bu da elə bir, deyək ki, iş yerləri açılması elə Sosial Müdafiə Nazirinin özünün bir qoludur. Düzdürmü? Yəni, haradasa işlər verilirsə, özünün olan bir proqramı var, bu da bir iş yeri. Hətta mənim bir təklifim var ki, məsələ burada Xaçmazın özünün 3-cü qrup, 2-ci qrup əlilliyi olan insanları var, xanımları var. Niyə də onlar burada işləməsinlər? Onlara da əlbəttə ki, 5 ay, yəni bu rayonun özünə biz iş açırıq, düzdürmü? Yəni onlar da burada işləsələr çox gözəl alınacaq.
Və mən inanıram ki, cənab nazir Səlim müəllim buna diqqət yetirəcək. Hər halda biz öz Azərbaycanımızın da güşələrini demirəm reklam eləməliyik, deyirəm ki, yəni məsələ eləməlidir. Bəlkə də elə xaricdən də gələn o. Niyə biz xaricə gedə bilirik, xaricilər gələ bilməzmi burada istirahət eləsinlər? Mənə elə gəl ki, o da bizdə alınacaq. Biz bu verilişin montajını hazırlayanacan mərkəzin rəhbərliyi otaqların birinin girişində əlil arabasına tam uyğun pandus düzəldilməsi üçün Arabaçı TV-dən məsləhət aldı və işçilərinə göstəriş verdi. Arabaçı TV-nin məsləhətlərinə uyğun olaraq əlil arabasına tam uyğun pandus düzəldildi. Biz Arabaçı TV olaraq bir daha mərkəzin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Arabaçı TV olaraq bizi dəvət edən və istirahət və çəkilişlərimiz üçün göstərdiyi maddi və mənəvi dəstək üçün Validə xanıma Abbasovaya təşəkkür edirik. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bizə göstərdiyi dəstək üçün təşəkkür edirik.